24-cü hissə İnkişaf etmək üçün yer. John Stuart Mill. Təsəvvür edin ki, uşaqlığınızın çox hissəsini başqa uşaqlardan təcrid edilmiş şəkildə keçirmisiniz. Küçədə topla oynamaq əvəzinə Yunan dili və cəbr öyrənmisiniz. Sizinlə fərdi müəllimlər məşğul olublar və yüksək intellektə malik yetkin insanlarla ünsiyyətdə olmusunuz. Belə də necə biri kimi yetişərdiniz? John Stuart Mill də təxminən belə bir həyat yaşayıbdır. Həyatı bir təhsil eksperimenti olubdur. Jeremy Benthamın dostu olan atası James Mill, John Locke'un uşaqların beyninin təmiz olması haqda fikri ilə razı idi. James Mill inanırdı ki, uşağı düzgün şəkildə böyütsən, onun bir dahi olmaq şansı artar. Buna görə də James oğlu Johna evdə təhsil verir. Uşaqlarla oyun oynamaqla vaxtını hədər etməsinə və pis vərdişlərə yiyələnməsinə imkan vermirdi. Lakin bu iş sadəcə bilikləri əzbərləməyə məcbur etmək və ya buna oxşar bir şey də deyildi. James Sokratın sual-cavab üsulundan istifadə edir, oğlunu öyrəndiyi bilikləri araşdırmağa da ruhlandırırdı. Nəticədə John hələ 3 yaşında ikən heyrətamiz şəkildə qədim Yunan dilini öyrənməyə başlayır. 6 yaşından Roma tarixini oxuyur və 7 yaşında ikən Platonun dialoqlarını orijinal dilində anlamağa başlayır. 8 yaşında Latın dilini öyrənməyə girişir. 12 yaşında tarixi, iqtisadiyyatı və siyasəti yaxşı bilir. Mürəkkəb riyazi tənlikləri həll edir və elmə sonsuz maraq göstərir. O, əsl möcüzə idi. 20 yaşında isə artıq öz dövrünün ən parlaq mütəfəkkirlərindən sayılsa da, heç zaman öz qəribə uşaqlığının zədələrindən qurtula bilmir. Həmişə özünü tənha hiss edir və insanlardan uzaq durur. Bütün bunlara baxmayaraq o bir dahi idi. Beləliklə atasının eksperimenti uğurlu nəticə vermişdi. O, haqsızlığa qarşı mübariz bir insan kimi yetişmişdi. İlk feministlərdən idi. Doğuşa nəzarəti təbliğ etdiyi üçün həbsə atılmışdı. Siyasətçi, jurnalist və dahi filosof idi. Çox güman ki, 19-cu əsrin ən böyük filosofu idi. Millin düşüncələrinə Benthamın böyük təsiri olub. Hər yay o Benthamın bağ evində qalırdı. Düzgün davranışın daim daha çox xoşbəxtlik gətirməsi fikrində Benthamla razılaşsa da, müəlliminin xoşbəxtliyi əsas həzz mənbəyi kimi görməsi fikrinin hədsiz kobud olduğunu düşünürdü və gənc adam bu nəzəriyyənin özünə məxsus başqa bir versiyasını yaratmış, həzzi yüksək və aşağı səviyyələrə ayırmışdı. Seçim verilsəydi, görəsən falçıqda eşələnərək özünü xoşbəxt hiss edən donuz olmaq daha yaxşı olardı, yoxsa kədərli bir insan. Mill bizim kədərli insan olmağı xoşbəxt donuz olmaqdan üstün tutacağımıza heç bir şübhə bəsləmirdi. Lakin bu Benthamın yanaşmasına zidd idi. Yadınızdadırsa, Bentham əsas məsələnin həzz olduğunu düşünürdü və bu həzzin haradan gəlməsi heç bir önəm daşımırdı. Mill isə bununla razı değildi. O, insanın müxtəlif həzzləri dada biləcəyini və heç zaman kiçik həzzin böyük həzdən daha yaxşı olmayacağı qənaətində idi. Heyvanların hiss etdiyi kiçik həzlər insanların, misal üçün kitab oxumaq və ya musiqi dinləmək kimi intellektual məşğuliyyətdən aldığı böyük həzlərlə əsla eyniləşdirilə bilməz. Mill biraz da irəli gedərək bildirirdi ki, məmnun bir axmaq olmaqdansa narazı Sokrat olmaq daha yaxşıdır. Çünki filosof Sokrat düşüncədən o qədər həzz ala bilərdi ki, axmaq ömrü boyu o həzzə həsrət qalardı. Millə biz nə üçün inanmalıyıq? Onun cavabı belə idi. Nə vaxtsa hər iki həzzi duyan insan yüksək həzzi aşağı həzdən həmişə üstün tutar. Donuz heç zaman kitab oxuya və ya musiqi dinləyə bilməz. Buna görə də bu məsələ ilə bağlı onun fikri bizə önəmli deyildir. Əgər oxumağı bacarsaydı, palçıqda eşələnməkdənsə o kitab oxumağı daha üstün tutardı. Bu Millin düşüncəsi idi. Bəzi insanlar isə onun hamını özü kimi hesab etdiyini və hamının palçıqda ağlamaqdansa kitab oxumağı üstün tutacağını zənn etməsinə diqqət çəkirdi. Ən betəri isə o idi ki, Mill həzzin müxtəlif səviyyələrini müəyyənləşdirəndə nəyə qərar verməniz qəlizləşir. Benthamın yanaşmasının ən böyük üstünlüklərindən biri onun sadəliyi, hər bir həzzin eyni cür ölçülməsi idi. Mill isə həzzin müxtəlif səviyyələri arasında hər hansı ölçü vahidi müəyyən etməmişdi.
Mill özünün utilitar düşüncəsini həyatın bütün aspektlərinə şamil edirdi. O, insan varlığının müəyyən mənada bir ağaca bənzədiyini düşünürdü. İnkişaf etməsi üçün ağaca kifayət qədər yer verməsəniz, o əyilər və zəif olar. Yaxşı mühitə düşəndə isə o öz potensialını gerçəkləşdirər və yüksəklərə can atar. Buna uyğun olaraq, yaxşı mühitdə insan da tez inkişaf edir və bunun yaxşı nəticələri sadəcə onun özü üçün deyil, həm də bütün cəmiyyət üçün faydalı olur. O, xoşbəxtliyi artırır. 1859-cu ildə nəşr etdirdiyi kiçik, lakin tutarlı kitabında o, hər kəsə inkişaf üçün uyğun şərait yaratmağı cəmiyyətin yaxşılaşdırmağın ən vacib yolu saydığı fikrini irəli sürmüşdü. Kitab azadlıq haqqı adlanırdı və bugün də geniş kütlə tərəfindən maraqla oxunur. Paternalizm latın dilindən tərcümədə ata mənasına gələn pater sözündən törəmişdir və mənası bir adamı özü üçün xeyirli olan işləri görməyə vadar etməkdir. Əgər uşaq vaxtı hansısa yeməyi sizə məcburən yediriblərsə, onda söhbətin nədən getdiyini yaxşı anlayacaqsınız. Tərəvəz yemək heç kimə xeyirli görünmür. Lakin faydalı olduğu üçün valideynləriniz sizi məhz onları yeməyə vadar edir. Mill uşaqlarla münasibətdə paternalizmin yaxşı şey olduğunu düşünürdü. Uşaqları öz-özlərindən qorumaq və onların davranışlarını müxtəlif üsullarla idarə etmək vacibdir. Halbuki sivil cəmiyyətdə yetkin insanlarla münasibətdə paternalizmin tətbiqi yol verilməzdir. Yalnız bir insan başqa birinə xəsarət yetirmək istəyəndə və psixoloji problemi olan insanlarla davranışda bənzər istisnalar mümkündür. Millin mesajı çox sadə idi. O, xəsarət prinsipi kimi tanınır. Hər bir yetkin insan başqasına xəsarət yetirmədiyi müddətcə ürəyi istədiyi kimi davrana bilər. İnsanların əksəriyyətinin hakimiyyət cəmiyyətə yaxşı əxlaq aşılamalı olduğunu düşündüyü Viktorian dövrü İngiltərəsində bu ideya iqtidara aşkar meydan oxumaq idi. Mill isə bununla razı değildi. O, böyük xoşbəxtliyin insanların daha çox azad olacaqları halda bərqərar olacağına inanırdı və Milli narahat edən sadəcə hakimiyyətin insanlara nə etmək lazım olduğunu diktə etməsi değildi. O, çoxluğun zülmü adlandırdığı və insanların istədikləri kimi yaşamasına mane olan cəmiyyət tərəfindən göstərilən təzyiqə nifrət bəsləyirdi. Başqaları sizi nəyin xoşbəxt edəcəyindən agah ola bilərlər. Lakin onlar çox zaman yanılırlar. Həyatınızı nəyə sərf etmək istədiyinizi ən yaxşı siz özünüz bilirsiniz. Hətta bilməsəniz belə Mill iddia edirdi ki, özünüzün sərbəst yaşamanız və sərbəst seçimlər etməniz daha uyğundur. Bu şərt onun utilitarizminə daha uyğun idi. Çünki o, fərdi azadlığın məhdudiyyətlərindən daha çox xoşbəxtlik gətirdiyinə inanırdı. Millə görə dahilər inkişaf etmək üçün azadlığa hamıdan çox ehtiyac duyurlar. Onlar cəmiyyətin davranış tələblərinə çətin uyurlar və çox zaman eksentrika çevrilirlər. Onların inkişafının qarşısını alsaq, yəqin ki, cəmiyyətin inkişafına öz töhfələrini verə bilməzlər. Beləliklə, mümkün qədər çox xoşbəxtliyə nail olmaq istəyirsinizsə, o halda insanların həyatlarına mümkün qədər az qarışın. Kiminsə düzgün yaşamadığını düşünməniz sizə onun istədiyi kimi yaşamasına mane olmanıza əsas vermir. Mill bunu dəqiq ifadə edirdi. Düzgün yaşamamaq ilə xəsarət yetirmək arasında fərq var. Millin yanaşması olduqca ziddiyyətli idi. Ailəsi olmayan bir kişi təsəvvür edin. O, hər gün 2 şüşə araq içəcəyinə qərar verir. İçkinin onu puç edəcəyi aydındır. Qanun müdaxilə edib onu dayandırmalıdırmı? Xeyr. Mill bildirir ki, başqa bir kəsə xəsarət yetirməyənə kimi onun həyatına müdaxilə eləmək olmaz. Onunla mübahisə edə, özünü məhv etdiyini ona başa sala bilərsiniz. Lakin heç kim onu öz seçimindən daşındıra bilməz. Bu, onun azad seçimidir. Ailəsi və ya qayğısına qalmalı olduğu bir övladı olsaydı, o öz seçimində azad olmazdı. Lakin qayğısına qalacağı bir kimsəsi olmadığından, o öz həyatını istədiyi kimi yaşamaqda azaddır. Hamının özü istədiyi kimi yaşamağa haqqı varsa, Millə görə onda hər kəsin istədiyi kimi düşünməyə və danışmağa haqqı var. O, açıq müzakirələrin cəmiyyətə xeyir verdiyini düşünürdü. Çünki bu zaman insanlar nəyə inandıqları haqda daha dərindən düşünürlər.
Əgər sizin nəzər nöqtəniz sizinlə razılaşmayan başqa bir adam tərəfindən sual altına alınmırsa, o zaman siz yəqin ki, gec-tez öz fikrinizi mütləq həqiqət kimi qəbul edəcəksiniz. O, zorakılığı təbliğ etməyən istənilən cür azad nitqin tərəfdarı idi. Hesab edirdi ki, jurnalist qəzetdə alverçilərin insanları aldatması haqda azad şəkildə yazmaq imkanına malik olmalıdır. Lakin əlində oxşar məzmunda şüar tutmaqla, alverçilərin evlərinin qarşısında kasıbların toplantısını təşkil etməsi zorakılığa bir çağırış sayılar və Milə görə bu artıq yol verilməz idi. Çox adam Mil ilə razılaşmırdı. Bəzilərinə görə onun azadlığa yanaşmasının mərkəzindəki əsas məqam fərdin öz həyatı haqda nə düşünməsi idi. Digərləri isə onu əvvəl-axır əxlaqca pozğun bir cəmiyyət formalaşdırmaqda günahlandırırdı. Onun müasirlərindən biri James Fitzjames Stephenə görə əksər insanlar dar bir cığıra sıxışdırılmalıydı. Həyatlarını necə yaşamaları ilə bağlı onlara geniş seçim verilməməli idi. Çünki əksər insanlar həyatlarını istədikləri kimi yaşamaqda sərbəst olsaydılar, hər şeyi məhvə sürükləyirdilər. Öz yazılarında Millin xüsusi radikallıq sərgilədiyi məsələlərdən biri də feminizm idi. 19-cu əsrdə İngiltərədə qadınların hansısa mülkiyyət hüquqları və ərlərinin zorakılığına qarşı heç bir hüquq müdafiəsi yox idi. Qadın məsələsi adlı əsərində Mill iddia edirdi ki, cinslərə qarşı həm cəmiyyətdə, həm də qanunlarda bərabər yanaşma təmin olunmalıdır. Ətrafındakı insanların bəziləri qadının təbiət etibarı ilə kişidən əskik varlıq olduğunu düşünürdü. Qadınlar öz potensiallarını gerçəkləşdirməkdən məhrum edildikləri şəraitdə axı bunu necə isbat eləmək olar, deyə sual edirdi Mill. Onlar təhsildən və bir çox peşələrdən təcrid ediliblər. Bütün bunlardan savayı o, cinslər arasında daha çox bərabərlik tələb edirdi. Evlilik bərabər hüquqlu insanların birliyi olmalıdır. Özünün dul qadın Harriet Taylor ilə ahıl yaşdakı nigahı da məhz bu cür olmuşdu və hər ikisinə böyük xoşbəxtlik gətirmişdi. Hələ qadının birinci ərinin sağlığında onlar çox yaxın dost və ya güman ki, sevgili imişlər və Mill illər uzunu qadının ərinin ölməsini gözləmişdi ki, ən nəhayət 1851-ci ildə Harrietin ikinci əri ola bilsin. Sözü gedən qadın ona həm azadlıq haqqında, həm də qadın məsələsi kitabının yazılmasında yaxından kömək etmişdi. Lakin təəssüf ki, kitablar çap edilməmişdən öncə dünyasını dəyişmişdi. Azadlıq haqqında adlı kitab ilk dəfə 1859-cu ildə nəşr edilmişdi. Həmin il çıxan ikinci və daha əhəmiyyətli digər kitab isə Charles Darwinin Növlərin mənşəyi kitabı idi.